Salam dəyərli izləyicilər, abituriyentlər, hər vaxtınız xeyirli olsun. Bu videoda dünyanın məşhur boğazları haqqında danışacağım. Biz ilk öncə boğazın nə olduğunu bilməliyik. Boğaz okean hissələrini birləşdirən ensiz su sahələridir. Və iki geniş quru hissəsini birləşdirən ensiz quru sahəsi isə bərzəx adlanır. Bu haqqında danışacağım. İlk öncə isə boğazlar haqqında, dünyanın məşhur boğazları haqqında məlumat vermək istəyirəm. Gəlin vaxt itirmədən keçək dünyanın məşhur boğazlarının ayırdığı quru sahələrini və birləşdirdiyi su sahələrini öyrənməyə. Gəlin ilk öncə başlayaq. Dünyanın ən enli boğazı olan Drake boğazından, gördüyünüz kimi burada yerləşir. Ayırdığı quru sahələri Antarktida və Cənubi Amerika materikləri, birləşdirdiyi su sahələri isə Sakit və Atlantik okeanlarıdır. Daha sonra dünyanın ən uzun boğazı isə Mozambik boğazı hesab edilir. Mozambik boğazı gördüyünüz kimi burada yerləşir. Ayırdığı quru sahələri Afrikanın ən böyük adası olan, həmçinin Hind okeanında yerləşən ən böyük ada olan Madagaskar adası və Afrika materiki. Daha sonra birləşdirdiyi su sahələri isə qeyd edə bilərik, Şərqi və Cənubi Afrikanın sahil sularını Hind okeanının daxilində birləşdirir. Bering boğazı gördüyünüz kimi bu ərazidə yerləşir. Bering boğazının ayırdığı quru sahələri Avrasiya və Şimali Amerika materikləri, birləşdirdiyi su sahələri isə Sakit okean və Şimal Buzlu okean hesab edilir. Tatar boğazı. Tatar boğazı Rusiyaya məxsus olan Saxalin adası ilə deməli Avrasiya materikini ayırdığı halda birləşdirdiyi su sahələri Oxot və Yapon dənizləri hesab edilir. Daha sonra baxın burada Kunaşir boğazı verilib. Kunaşir boğazı ayırdığı quru sahələri Kuril adaları və Yapon adaları, daha dəqiqdirsə Yapon adalarının Hokkaido adası. Biz bilirik Yapon adaları 4 böyük adadan Hokkaido, deməli Honshu, Kyushu və Shikoku adalarından ibarətdir. Deməli Kuril adaları və Hokkaido adası, birləşdirdiyi su sahələri isə Sakit okean və Oxot dənizi hesab edilir. Daha sonra biz həmçinin burada qeyd etməliyik La-Peruz boğazını. Baxın burada yerləşir La-Peruz boğazı. Və La-Peruz boğazı Saxalin adası ilə Hokkaido adasını ayırır. Həmçinin birləşdirdiyi su sahələri isə Oxot dənizi və Yapon dənizi hesab edilir. Həm Tatar boğazı, həm də La-Peruz boğazı Oxot və Yapon dənizlərini deməli birləşdirir. Daha sonra Koreya boğazı. Baxın Koreya boğazı burada yerləşir. Koreya boğazı Yapon adaları ilə Koreya yarımadasını ayırır və birləşdirdiyi su sahələri isə Yapon dənizi və Şərqi Çin dənizi hesab olunur. Daha sonra La-Manş boğazı. Baxın okean demirəm, qarışıq şəkildə qeyd edirəm. La-Manş boğazı Atlantik okeanda yerləşir və Böyük Britaniya adaları ilə, Böyük Britaniya adası ilə Avropa qitəsini ayırır. Həmçinin Atlantik okeanı və Şimal Buzlu okeanı isə birləşdirir. Malakka boğazı. Malakka boğazının ayırdığı quru sahələri Sumatra adası, baxın burada Sumatra adası yerləşir və Malakka yarımadası hesab olunur. Və yaxud Sumatra adasını qitədən, materikdən də ayırır kimi qeyd edə bilərik. Və birləşdirdiyi su sahələri isə Sakit okean və Hind okeanı hesab olunur. Daha sonra diqqət edək burada yerləşən Zond boğazına. Zond boğazı da həmçinin Malakka boğazı kimi birləşdirdiyi su sahələri Sakit okean və Hind okeanlarıdır. Lakin burada birləşdirdiyi, daha doğrusu ayırdığı quru sahələri isə deməli Yava adası ilə Sumatra adası qeyd edilir. Avropada yerləşən boğazlardan biri Atlantik okeanda Kattegat boğazıdır. Kattegat boğazının ayırdığı quru sahələri Skandinaviya və Jutlandiya yarımadalarıdır. Birləşdirdiyi su sahələri isə Şimal Buzlu okean və
deməli, Baltik, daha doğrusu, Şimal dənizi və Baltik dənizi hesab edilir. Daha sonra biz qeyd etməliyik Cəbəlli Tariq boğazını. Cəbəlli Tariq boğazı birləşdirdiyi su sahələri Aralıq dənizi ilə Atlantik okeanı hesab olunur. Ayırdığı quru sahələri isə Avropa qitəsi və Afrika materiki qeyd olunur. Daha sonra biz qeyd edirik Hörmüz boğazını. Hörmüz boğazını birləşdirdiyi su sahələri İran və Oman körfəzləri. Ayırdığı quru sahələri isə Ərəbistan yarımadası və deməli Asiya qitəsi qeyd edə bilərik və yaxud ölkə olaraq qeyd etsək, İran İslam Respublikasını qeyd etməliyik. Yukatan boğazı. Yukatan boğazının ayırdığı quru sahələri Yukatan yarımadası və Kuba adası. Birləşdirdiyi su sahələri isə Meksika körfəzi və Karib dənizi hesab olunur. Bab-əl-Məndəb boğazı. Bab-əl-Məndəb boğazı da Hind okeanında yerləşən boğazlardan biridir. Ayırdığı quru sahələri Asiya qitəsi və Afrika materiki hesab edilir. Birləşdirdiyi su sahələri isə Ədən körfəzi və Hind okeanının yeganə daxili dənizi olan Qırmızı dəniz qeyd olunur. Magellan boğazı. Buradan ilk dəfə Fernand Magellan deməli dünya səyahəti zamanında keçdiyi üçün biz bu boğazı Magellan boğazı hesab edirik. Daha doğrusu adlandırmışıq. Və Magellan boğazının ayırdığı quru sahələri Cənubi Amerika materiki və burada yerləşən Çili və Argentinaya məxsus olan odlu torpaq adası. Birləşdirdiyi su sahələri isə iki okean, Sakit və Atlantik okeanları qeyd edilir. Florida boğazı. Florida boğazının birləşdirdiyi su sahələri Meksika körfəzi və Atlantik okeanı hesab edilir. Daha sonra ayırdığı quru sahələri isə Kuba adası və Florida yarımadası hesab olunur. Torres boğazı, baxın dostlar, burada yerləşir. Ayırdığı quru sahələri Cape York yarımadası ilə Yeni Qvineya adası və yaxud Avstraliya materiki ilə Yeni Qvineya adası və Hind okeanlarını birləşdirir. Daha sonra Cook boğazı. Cook boğazı Yeni Zelandiyanın iki böyük adası olan Şimal və Cənub adalarını ayırır. Həmçinin birləşdirdiyi su sahələri isə Tasman dənizi və Sakit okean hesab olunur. Bass boğazı, baxın burada Bass boğazı yerləşir. Bass boğazı Avstraliya materiki və Tasmaniya adasının arasında yerləşir. Yəni ayırdığı quru sahələri Tasmaniya adası və Avstraliya materiki. Birləşdirdiyi su sahələri isə Tasman dənizi və baxın burada Tasman dənizi və Böyük Avstraliya körfəzidir. Tayvan. Tayvan boğazı, baxın burada Tayvan boğazı yerləşir. Avrasiya materiki və Tayvan adası arasında bu iki quru sahəsini ayırır. Həmçinin birləşdirdiyi su sahələri isə Şərqi Çin və Cənubi Çin dənizləri hesab olunur. Tunis boğazı Aral dənizində yerləşir. Tunis boğazının ayırdığı quru sahələri Afrika materiki və Siciliya adası. Birləşdirdiyi su sahələri isə Tunisin Aral dənizi sahilləridir. Həmçinin biz bir şey qeyd etməliyik. Burada Aral dənizində olan bəzi kiçik boğazlar var ki, xəritədə bunların adını qeyd etmək çətin olduğu üçün kənarda qeyd etmişəm. İndi bunlar haqqında məlumat verəcəm. Baxın, Azov dənizi və Qara dənizi birləşdirən boğaz Kerç boğazı. Qara dənizdən Mərmərə dənizinə keçdiyimiz zaman keçirik Bosfor boğazından. Mərmərə dənizindən Egey dənizinə keçiriksə biz Dardanel boğazından keçməliyik. Bu boğazları ardıcıl şəkildə bilməliyik. Həmçinin Aral dənizində olan Sardiniya və Siciliya adaları arasında Bonifacio boğazı, Apennin yarımadası və Siciliya adası arasında isə Messina boğazı yerləşir. Görək hansı boğazlar qaldı? Baxın, Polk boğazı burada yerləşir. Polk boğazının ayırdığı quru sahələri Şri Lanka adası və Hindistan yarımadasıdır. Hind okeanı və Bengal körfəzini isə birləşdirir. Həmçinin Hudson boğazına nəzər salaq. Hudson boğazı Labrador yarımadası və Baffin
Deməli, torpağı bunların hər ikisi Kanadaya məxsusdur. Kanada ərazisində yerləşir. Ayırdığı quru sahələri oldu Baffin adası və Labrador yarımadası. Birləşdirdiyi su sahələri isə Hudson körfəzi ilə Şimal Buzlu okeana aid olan Hudson körfəzi və Atlantik okeanı hesab olunur. Davis boğazı. Davis boğazının ayırdığı quru sahələri Qrenlandiya adası və Baffin torpağı adaları. Birləşdirdiyi su sahələri isə Baffin və Labrador dənizləri hesab olunur. Danimarka boğazı, baxın burada yerləşir. Ayırdığı quru sahələri Qrenlandiya və İslandiya adaları, birləşdirdiyi su sahələri isə Atlantik və Şimal Buzlu okeanları hesab edilir. Bir daha baxaq boğazlara. Demək olar ki, hamısını qeyd etdik. Bizə lazım olan imtahanlarda düşə biləcək əsas boğazlar bunlardır. Bunların dəqiq yerini, hansı okeanda yerləşdiyini, ayırdığı quru sahələri, birləşdirdiyi su sahələrini yaxşı şəkildə yadda saxlamağınız məsləhətdir. Diqqətiniz üçün təşəkkür edirəm.